B qrupu vitaminləri, onlar qaynadılan zaman heyvan mənşələri neçə faiz itir? Ətdə 15-60%, bitki mənşəlisi 20% azalır. 20% azalsın, neçə faiz qalır bitkilərdə? Bitkilərdə 80%. 15% azalsın, neçə faiz qalır? 15% azalırsa 85%. 60% azalırsa 40%. 40% qalır. Ona görə biz toplumu testləri ki var, onları nə etməliyik? Diqqətlə nə etməliyik? İşləməliyik. B qrupu vitaminləri, onlar hansı xəstəliklərlə bağlıdır? Onlar beri-beri xəstəliyi. Beri-beri xəstəliyin hansı maddə pozulur? Beri-beri xəstəliyində vitamin çəkən sinir sisteminin ağır xəstəliyidir. Yəni sinir Sən fikirləş, hansı maddənin pozulması qızılmaya gətirib çıxara bilər? Yəni beyni ən çox qidalandıran nədir? Hansı maddədir? Zülaldır ya da karbohidratdır? Zulallar. Nədən zülal? Zülal 8 sadə parçalanır. Karbohidratlar. Karbohidrat. Deməli B1 vitamini gedəndə karbohidrat maddəsi pozulur və beyin qidalanmır və insanda nə baş verir? Qız olmalar baş verir. Yəni bu kitabda yazılmasa da bunu soruşa bilərlər. Və o B qrupu vitaminləri olan sütlalı tələbat. Sütlalı tələbat norması 200 mg-dır. B2, o B2'dir. B1 kitablarımızdan çıxıb, yoxdur. Yoxdur. O yoxdur. B2 vitamin çalışmayan insanda nələr baş verir? B2 vitamini çatışmadıqda gözlər zəif görür, ağzın seyli qişası zədələnir. PP vitamini nədir? B3 vitamini. Ona sütlalı tələbat nə qədərdir? 20 mg. O vitamin çalışmayanda sinir sistemi, dəri və bağırsaq xəstəlikləri yaranır. Deməli 3 sistemə təsir göstərdim. Dəri ayrıca bir sistemdir, örtü sistemi, kimyasallar, sinir sistemi və həzm sistemi. Üçündə dəyişikliklə gətirir. Sütlalı tələbat nə qədər dedik? 20 mg. 20 mg. Və PP yazmıyor, B3 yazar bilər. B3 yazır, PP yazmıyor bilər. Belə çıxır da. C vitamini sütlalı tələbat. C vitamini sütlalı tələbat 50-100 mg-dir. O çatışmayanda baş verən xəstəlik. Skorbut xəstəliyi. O vitaminlə çox rast gəlinir. Bu vitaminlər sitrus meyvələrində, göy soğanda, qarağatda, pomidorda, qarpızda. Necə fikirləşsən? Bu digər vitaminlərlə müqayisədə bunun miqdarı niyə belə çoxdur? Yəni sütlalı tələbatını deyirəm. Niyə? Çünki bu orqanizmin yolcu xəstəliklərə qarşı müqavimətindən arıdır. Onun məsələnin dəxli var ki. Yorğunluğunu O hava ilə təmasda olduqda, yadda sal, o kimyasıya keçməlidir. Asqarmin hava ilə təmasda olduqda asanlar nə edir? Parçalanır. Ona görə də bunu çox qalır. Yəni asan parçalanır. Ona görə də onun tələbatı kifayət qədər nədir? Çoxdur. D vitamini sütlalı tələbatı. 0,2, 0,5 mg. D vitamini tələbatı başqa cür necə ödəmək olar? Yəni günəşə çıxdıqda günəş şüası ilə D vitamini alınır. O günəş şüası nə zaman qəbul edilir? Yəni ən yaxşı vaxtı, onun nə vaxtı? 8-dən 11-ə qədər. Özdə biz bu günəş şüasında infraqırmızı şüalar var, görünən şüalar spektri var. Biz hansı qəbul edilir? Ultrabənövşəyi şüaların təsiri ilə dəridə D vitamini. Ultrabənövşəyi şüalar hansı dalğacılıq? 300-dən aşağı, 300-dən yuxarı? 300-dən yuxarı. Yuxarı. Aşağı, şu şüaların dozasına qədər şey olursa aşağı, o öldürücü səs göstərir. Ona görə 300, 8-11 arası o da imkan verir ki, bu dəri bunu nə insana tutur? Dəri onun reseptorlarına tutur. Reseptorlarına tutmaz. Pigmentlər insandan tutur. Dərdə xüsusi pigmentlər var ki, onlar D vitamini tutmağı nə edir? Kömək edir, çatışmamazlığı. Uşaqlarda raxit xəstəliyi. Və o raxit hansı orqanlar sistemindən bağlı deməli? Skelet sistemi. Skelet deməli, sümük sistemi. Sümük sistemində pozunma baş verirsə, səncə nə baş verə bilər? Yəni, sümüklər zədə görür, qırıldıqda tez bitişmir, ətraflarda problemlər əmələ gəlir. D vitamini immunitetin zəifləməsini gətirib çıxara bilərmi? Bəli. Sümükdə, uzun borlu sümükdə neçə cür ilgi olur? 2 cür. Sarı sümüklü və qırmızı sümüklü. Və bu qırmızı sümük ilində, qırmızı sümükdə tərkib təsir leykosit travma sisteminə gəlir. Tərkib əmələ gəlir. Düşəmlə gəlir. Leykositin miqdarı azalmağı nəyə gətirib çıxara bilər? İmmunitetin zəifləməsi. Bildi niyə D vitamini düşəndə? D vitamini sutka, ayda, insan 6 aydan bir yoxlamalıdır.
D vitamini miqdarı aşağı düşəndə, D vitamini o da hardan gəlir? Sümükdən gəlir də. Bəli. İlik. Hə? Deməli, iki qan hüceyrəsi bilavasitə ilikdən əmələ gəlir. Leykosit, leykositlər də əmələ gəlir. Qırmızı Biri qan. ilik tapdıq, sonra leykositin başqa əmələ gəldiyi yerlər. Qaraciyərdə əmələ gəlir. Leykosit qaraciyərdə əmələ gəlməz. Dalaq, limfa düyünləri, badamcıq, bunlar qayıtdı, kör bağırsağın çıxıntısı, apendiks, orada leykositlər əmələ gəlir. O leykositlər neçə cür olur? 2 cür. Fagositoz. Fagositlər, fagositoz prosesdir. Fagositlər və Limfositlər. bunların hansı iltihab əmələ gətirmir? Limfositlər əmələ gətirmir. Niyə limfositlər iltihab əmələ gətirmir? Çünki o mikrobun həm özünü, həm də zəhərini öldürür. Limfosit nəyə görə mikrob həm də mikrobun zəhərini öldürə bilir? Nəyin Çünki hesabına? onun antiteli var. Antel nədir? Hansı birləşmədir? Zulaldı, monomer amin Monomer damişıdır və ən çox monomer müxtəlifə malik olan üzv birləşmə zulaldı. onun neçə monomer müxtəlifi var? 20 növ amin. 20 və amin turşusu neçə hissədən ibarətdir? Amin tüsü 3 hissədən. Hansı 3? Fosfat tüsü Mən qalır. 3 deməzdim. Niyə 3 olsun ki? Mən deyərdim ki, qeyri-radikal hissə və radikal hissə. 2 hissədən bəli. 2 hissə. Və o zulalın bəsirdiyi zaman dəyişilməyən hissənin kütləsi, dəyişməyən hissənin adı Radikallı. radikal dəyişmir. Onun kütləsi məsələ şərtində verilmişsə neçə götürülür? 54. İstər sintezdən sonra, istər sintezdən. Fərq eləməz. Bu dəyişmir çünki. Polipeptid zəncirdə birinci amışqalığı onun hansı ucu hesab olunur? Amin ucu, sonuncu amin tüsü qalırdı karboksil ucu. Niyə amin ucu hesab olunur? Birinci. Çünki onun amin qrupu reaksiyaya Niyə reaksiya girmir? Çünki ondan əvvəldə amin tüsü yoxdur ki, Və reaksiya. onun hansı reaksiya girir? Onun karboksildir. Və karbasitdən nə çıxır? OH. OH. Deməli onun qeyri-radikal, radikal hissəsinin kütləsi reaksiya girəndən sonra Olacaq 57. 57 nerede tapdın? 74-dən çıxırıq 8-i. 78 çıxanda 68 qalır. 18 çıxırıq. Niyə 18 çıxar ki? OH 17-də, 17 bəli. 57-də. Karbasil ucu harada yerləşir Yəni popel zəncirin sonunda yerləşir. və onun hansı reaksiyaya girmir? Onun karboksil ucu reaksiyaya girir. Adında yazılır da, karbasil tam qalıbsa da karbasil ucu deyirlər də. Onun hansı reaksiyaya girir? Amin qrupu reaksiyaya girir. Amin qrupu. Amin qrupu və onun radikal hissəsinin kütləsi Onun reaksiyası 74-dən 1 çıxırıq 73. 73. Beləliklə, polipeptid zəncirinin neçə amin turşusu bir peptid abitərinə gəlməsinə iştirak edir. 2. Ha. Ən başdakı və ən sondakı. Ən sondakı. Karboksil. Ona görə də amin şükalıqların sayı -1 bərabərdir nəyə? Nəyin sayına? Sintezdən ayrılan suyun Suyun molu və eyni zamanda peptid rabitəsi. rabitələrinin sayı. Zülalın hansı quruluşları var? 4 quruluş var. Birinci, ikinci, üçüncü, dördüncü. Və bunlar əmələ gələn zaman ilk dəfə hansı quruluş olur? Xətti quruluş. Xətti yəni düz xətti. Bəli. Birinci quruluş elə qalır, yoxsa dəyişir? Sonra o ikinci quruluşa Yox, mən biri danışıram. Bir, dəyişir, yoxsa stabil də qalır? yox, stabil qalır. O denaturasiya məruz qalır, Xeyr, o xətti qalır. xətti qalır. Amma denaturasiya məruz qalsa, onun denaturasiyası var. Və o qrup başlayır. Bir, heç var, denaturasiyası yoxdur. İki, 2 sıfır, artıq biraz spirallaşmış versiyadır. 3 ondan biraz daha qarışıq spirallardır. və hidrogen o spiralın hanısında yerləşir? Rabitə, yəni o bunlar bir-birinə bağlıdır. Xaricində. Üçüncü quruluş, Üçüncü quruluş biraz daha yəni sıx spirallaşmadır və ən belə mürəkkəb spirallaşma dördüncü quruluşda baş verir. oradan sonra rabitələr rast gəlinir üçüncü quruluşda. Üçüncü quruluşda peptid rabitə və hidrogen rabitəsi. Peptid ola bilər mi? Hidrofob. Ən çox hidrofob rabitələr. Dördüncü quruluşda, Dördüncü quruluşda daha məsələn dördüncü quruluş harada rast gəlinir? Zonun dördüncü quruluşu hemoglobində. Hemoglobin tərkibində neçə dənə zol var? 4 dənə globin var. Ona görə sənə başqa bir amin tüsü versələr, daha doğrusu başqa zola versələr, hemoglobin onunla müqayisədə daha çox, yəni 1 qram zola nə qədər enerji parçalayır? 17,6 kilo. Parçalayır dedim 1 qram zola nə qədər enerji verir? 17,6. 17,6 kilojol. Elə bir zolun funksiyası varmı ki, o zaman
hem signal hem de enerji funksiyası yerinə yetirsin. Var. Zolanın 3-cü quruluşu hesabına reseptorlar qızağı tutur. Həmin də həm siqnal olur. Sonra siqnalı ötürdükdən sonra zolaq parçalanır və O reseptor signalı bilavasitəli ötürür. hissi neyronun dendritinə. Hissi neyron dendritindən ötürür, bilavasitə düzdür. Hissi neyron dendriti periferik sistemdən kənardadır, yoxsa periferik sisteminə aiddir bütövlükdən. Periferik sinir sisteminə aiddir. Sonra hissi neyron hansı? Sonra o dendritindən cisminə, sonra da aksonuna ötürülür. Aha. Deməli, hissi neyron hansı hissəsi həm mərkəzi sinir sistemi, həm də periferik sinir sisteminə bağlıdır. Aksonu. Aksonu, aksis. Aksis uzun çıxıntı, qısa çıxıntı. Uzun sıxıntısı. Uzun çıxıntısı. Və bu hissi neyron aksonu sinapsına mı gəlməsində iştirak edirmi? Hissi neyron aksonun sinapsına gəlməsində iştirak edir. O sinapsı kimdən əmələ gətirir? Ara neyron dendriti ilə. O hansı neyron növüdür ki, həm iki neyron növündən sinaps əmələ gətirə bilər? Ara neyrondur. Ara neyronun dendriti hissi neyron aksonu ilə, ara neyronun aksonunu hər iki neyronun dendriti ilə əmələ gətirir. Burada bir dənə şey yaza bilərik. Hər iki neyron aksonu da sinaps əmələ gəlməsində iştirak edir. Onu bir yaza bilərsiniz.